dövlət, cəmiyyətin, xalqın, əhalinin, vətəndaşların mənəvi və fiziki sağlamlığını, təhlükəsizliyini təmin eləməyə borcludur. Dövlətin yeganə vəzifəsi bundan ibarətdir. Mənəvi və fiziki sağlamlığını. Cəmiyyətin iki hissəsi var, mənəvi sağlamlıq, fiziki. Hər ikisini qorumalıdır. Bunu borcudur, dövlətin borcudur. Ona görə mənəviyyat əleyhinə aparılan təbliğatlara dövlət sərt müdaxilə etməlidir. Tüpürülməlidir bütün bu müasirlik, qloballaşma, azadlıq adı altında aparılan təbliğatlara, Qərbin bizdən tələb elədiyi təbliğatlara tüpürülməlidir. Öz milli mənəvi dəyərlərimiz əsasında qurulmalıyıq. Cənab Prezidentin çıxışlarında bu barədə tezislər var. Həmişə deyib ki, Azərbaycan dövləti, cəmiyyəti yalnız öz milli mənəvi dəyərləri əsasında inkişaf edəcək. Bu proqram tezis şəklində bunu hökumətə verib. İndi qalır o biri orqanlar zəhmət çəkib, icraçı orqanlar bunu təmin eləməlidirlər. Bu təbliğatın qarşısı alınmalıdır, ailə möhkəmliyimiz qorunmalıdır, milli mənəvi mədəniyyətimiz, dəyərlərimiz saxlanmalıdır. Biz uşaqlarımıza bunu ötürməliyik, mənəvi irsimizi ötürməliyik. İkinci bir tərəfdən dövlət sosial-iqtisadi məsələlərə biraz fikir verməlidir. Tutaq ki, baxırıq ki, düzdür, boşanmalarda bunun rolu azdır, amma ailələrin möhkəmliyində və uşaq sayının artmasında bunun rolu var. Tutaq ki, dediyim kimi, əgər biz 3-dən az uşaqlı ailələrə çevrilsək, bugün bir uşaqlı ailə modelinə keçmişik. Biz bir neçə 10 illikdən sonra millət olaraq yoxa çıxacaq sadəcə olaraq. Ona görə dövlət 3 və daha çox uşaqlığın təbliği üçün əlavə güzəştlər tətbiq eləməlidir. Sosial uşaq pulu verməlidir. Hamıya verə bilmirlərsə, heç olmasa 3 və daha çox olan uşaqlara. Bu yaxınlarda təklif sürülmüşdü ki, 3 uşaqlığın çox uşaqlı kimi qəbul edilməsi, mən də onu təklif edirəm həmişə. Bizdə 6 uşaqdan sayılır çox uşaqlı. 6 uşaqlı ailə var, yoxdur demək olar ki, barmaqla sayılırsa bu qanunun heç bir mənası yox. Bunu 3 uşağa endirmək lazımdır. Dövlət 3 uşaqlı, 3 və daha çox uşaqlı ailələrə uşaq pulu formasında bir dəfəlik doğum haqqı, bəzi ölkələrdə 10 min, 20 min, 30 min manat təcmində yardımlar olunur. Bizdə də o var, azdır 500 manatdır. Bunu artırmaq lazımdır ən azı 5 minə. Yəni dövlət sosial-iqtisadi dəstək verməlidir. Və bu ailələrin, çox uşaqlı ailələrin problemləri varsa, dövlət onlara özünü məşğulluq proqramı çərçivəsində bir təsərrüfat yaratmağa, kənd rayon yerindədirsə, şəhərdədirsə bir obyekt, xidmət və sair istehsal obyekt yaratmaq üçün vasitələr verməlidir ki, bunlar öz biznesini qurub, öz ailəsini yaşada bilsin. Bunları eləməlidir. Bu uşaqların təhsilində müəyyən güzəştlər olmalıdır. Tutaq ki, o uşaqlar pullu universitetə girsə, dövlət onu ödəməlidir. Yəni, çoxuşaqlı ailələrin dəstəklənməsi üçün sosial-iqtisadi proqram həyata keçirilməlidir. Yəni, mənəvi tərəfi dedik, sosial-iqtisadi dedik, üçüncü tərəfdə hüquqi prosedur məsələsinə yenidən baxılmalıdır. Qanunlarımız dəyişdirilməlidir, boşanmalar çətinləşdirilməlidir. Ailələrə müdaxilə edən tərəflər, problemlər aradan qaldırılmalıdır ki, boşanmalar kütləviləşməsin. Bununla biz sağlam cəmiyyət formalaşdıra bilərik. Əks halda biz bir milli, mənəvi, mədəni olaraq, sivilizasiya olaraq yaxın bir neçə 10 illikdən sonra deqradasiya olunub məhv olacağıq.